Salam, hörmətli izləyicilər. Əgər bilməzsiniz ki, kimdə pensiya çıxmaq üçün 25 il əmək stajından azad, yəni 25 il əmək stajına ehtiyac yoxdur. Eyni zamanda pensiya kapitalının 46.080 manat yığılmasına ehtiyac yoxdur. Bu video sonuna qədər baxın. Bu barədə mən hüquqşünas Seyidzadə məlumat verəcəm. Eyni zamanda məlumat verəcəm ki, kimdə vaxtından əvvəl pensiya beşə çıxa bilər. Bir daha qeyd edən hər şey sizə aydın olması üçün gərək video sonuna qədər baxasınız. Ondan sonra suallarınızı yaza bilirsiniz, aydınlıq gətirərəm videonun şərhində. Yox, əgər fərdi qeyd edilməsi istərsiniz, qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilirsiniz. YouTube kanalına abunə olan şəxslərin hüququn məsləhətin verilməsi 10 manatdır. Amma ayın axırına qədər kampaniyadır. Kimin gücünə çataraq ödəniş edərək, yəni məsləhət ala bilər. Birazdan kampaniya barədə məlumat verəcəm, nəyə görə əgərdir. Amma keçən mövzuya ki, hörmətli izləyicilər, kimdən azaddır 25 il əmək stajından. Qeyd edin ki, 2006-cı ilin yanvar ayının 1-dən 2018-ci ilə qədər kim işləyibsə, onlardan 25 il əmək stajı tələb olunmur. Bir gündə işləyibsə, artıq 25 il əmək stajı sayılır və 1 manat pensiya kapitalı varsa, o da sayılır. Artıq 46 minə ehtiyac yoxdur. O birinci çıxanlara da aiddir. Ancaq mütləq qaydada həmin dövrdə hörmətli izləyicilər, yəni belə deyək, sizin adınız gedməlidir. Yəni rəsmi əmək kitabçası olmalıdır, ondan sonra hesab almalıdır. Digər məsələ ondan ibarətdir ki, hörmətli izləyicilər, onu da qeyd edirəm. Demək ki, ağır şəraitdə işləyibsə, kişilər 10, qadınlar, kişilər daha düzgün 12-6 ay işləyibsə, qadınlar 10 işləyibsə, artıq orada 25 il əmək stajı ehtiyac yoxdur. Nəzərə alın, hörmətli izləyicilər. Eyni zamanda onu qeyd edin ki, bunu mən həm hüquqşünas kimi deyəm, həm əl arabasında olan şəxs kimi deyəm. Əlillik olan şəxslər kim qulluq edirsə, orada əmək stajına daxildir. Nəzərə alın, hörmətli izləyicilər. Bir vacib məsələ də budur. Mütləq qaydada. Digər məsələ barədə məlumat verən, diqqətinə qulaq asın. Hörmətli izləyicilər və videonu bəyənin, daha çox şəxsin xəbəri olsun. Dediyim kimi, digər məsələ ondan ibarətdir, hörmətli izləyicilər. Əgər sizə pensiya yox, müavinət təyin edirlər, deyirlər ki, sizin 25 il stajı yoxdur, məsəl üçün 20 ildir. Belə deyək, yerdə qalan 5 il saymırlarsa, o halda siz müavinət alaraq məhkəməyə müraciət edib, yəni pensiya hüququnuzu təsdiq edə bilərsiniz. Həmin o 5 il stajında məsəl üçün hesaba etdirə bilərsiniz. Və hesaba etdirdinizsə, son 3 il pensiyasını ala bilərsiniz. Və müavinətin üstünə gələ bilər. Nəzərə alın. Amma ki, məhkəmə qaydasında hörmətli izləyicilər, əsas məsələdən biri budur. Eyni zamanda onu qeyd edin ki, hörmətli izləyicilər, əgər sizin harasa adınız gedibsə, işləmişsinizsə, həmin şirkət, belə deyək, pensiya kapitalı ödəmibsə, o sizin problem deyil, şirkətin problemidir. Bununla bağlı, yəni siz məhkəməyə müraciət edə bilərsiniz. Eyni zamanda onu qeyd edin ki, əgər siz pensiya almışsınız, sonra aşağı edirsiniz ki, qanunsuzdur və pensiya keçiblərsə, belə sizin aldığınız pensiya dövrdən bir ildən artıq müddət keçibsə, o artıq qanunsuzdur. Bərpa edə bilərsiniz. Əgər yox, dövlət hesab edir ki, səhv verib, onun yalnız bir il ərzində və 50 gündən, yəni nümunə səndə və rəyətdə və ondan tez edə bilməz, o qanunsuzdur. Hörmətli izləyicilər. Sonunda isə məlumat vermək istəyirəm ki, hörmətli izləyicilər, mən ayın axırına qədər kampaniyaya keçirəm, kimin gücünə çataraq ödəniş edərək hüquqi məsləhət ala bilər. Niyə? Mən özüm əl arabasında olduğuma görə, eyni zamanda hüquqşünas olduğuma görə yer yaradıram, həmin yerdə əli dostlarıma əl işini satacağam, eyni zamanda hüquqi məsləhət verəcəm. Əli dostlarıma əl işini aramaq üçün iyanı lazımdır, yəni pul lazımdır, ona görə böyük bir kampaniya edəcəm. Bir də sizdən xahiş edən hörmətli izləyicilər, kim baxdırsa videodan faydalandırsa, imkan daxilində qeyd olunan kart nömrəsinə iyanə edin. Yəni kimin gücünə çatırsa, əgər faydalandırsa, hörmətli izləyicilər, təbii ki. Əgər fərdi qayda məsləhət istəyirsə, qeyd olunan telefon nömrəsinə əlaqə saxlayın. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın. Birinci növbədə mənə abunə lazımdır, hörmətli izləyicilər. Abunə sayın artaq ki, heç olmasa yəni vətəndaşdan ödəniş etməyə imkanı yoxdursa, YouTube mənə ödəniş etsin. Hal-hazırda görsədir ki, 15 doğru yığıb, o gərək 100 doğru olsun ki, mən onu çıxardım. Gəlin aktiv olaraq bir-birimizə dəstək olub belə bir şey edək.
Videonu beğenin birinci növbədə və abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Əgər YouTube mənə normal ödəniş eləsə, ayda bir 200-300 doğru, ondan sonra heç digər belə ödənişlərə də ehtiyac yoxdur. O yüzden həmin ona doğulan, həmin problemləri həll edərəm. Ona görə sizin videonu beğenib baxmağınıza ehtiyacı var. Daha düzgün abunə olmağınıza hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Sağ olun.